Salam əziz şagirdlər. Bugün könül müəllimənin test toplusundan çoxalma ontogeniz bölməsinə aid 4 sualın izahına baxaq. Birinci sual, quşəbəyi bitkisinin bir çiçəyində 2 qat mayalanmada iştirak edən qametlərin sayı hüceyrələrin sayından 5 ədəd az olarsa, əmələ gələn toxumlarda maksimum neçə ləpə yarpağı olar? Deməli, bilirik ki, bu örtü toxumlar şöbəsində 2 qat mayalanma prosesi gedir. Bizə 2 qat mayalanmada iştirak edən qamet sayı desə, 2 dənə spermi və 1 ədəd yumurta hüceyrəni götürəcəyik. Yox, əgər bizə mayalanmada iştirak edən hüceyrə sayı deyirsə, onda 2 dənə spermi, 1 dənə yumurta hüceyrə və 1 dənə də mərkəzi hüceyrəni götürəcəyik. Yəni, qamet sayı deyəndə 3 qamet, hüceyrə sayısı dedikdə 4 dənə hüceyrəmiz olacaq. Bu, bir toxumun əmələ gəlməsi zamanıdır. İndi bir çiçəyində 2 qat mayalanmada iştirak edən qametlərin sayı hüceyrələrin sayından 5 ədəd az olarsa, normalda biz bilirik ki, bir toxumun əmələ gəlməsi zamanı hüceyrənin sayı oldu 4, qametlərin isə sayı oldu 3. Qametlərin sayı hüceyrələrin sayından bir vahid azdır. Yəni, bir toxumun əmələ gəlməsi zamanı. İndi neçə toxum əmələ gəlib ki, bu say fərq 5-ə bərabər olub. Deməli, 5 toxumun əmələ gəlməsi zamanı. Və bizə deyir, əmələ gələn toxumlarda maksimum neçə ləpə yarpağı olar? Bilirik ki, quşəbəyi də örtü toxumlar şöbəsinə aiddir, xaçiyələr fəsləsinə aiddir. Yəni, ikiləpəllərdir və bunların da bir toxumunda 2 ləpə yarpağı olduğuna görə 5 toxumdursa 5-i vuracaq 2-yə, eləyəcək cavabımız 10. 5 vur 2 bərabərdir 10. Cavabımız olacaq 10. B-dəndir. Növbəti suala baxaq. İnsanda yumurtalığın yetişmə zonasının sonunda 64 cinsiyyət xromosomu yaranarsa, bu cinsiyyət xromosomlarından neçəsinə qametlərdə rast gəlinər? Deməli, bilirik ki, insanda yumurtalığın yetişmə zonası bir hüceyrə daxil olanda 4 hüceyrə əmələ gəlir və bu 4 hüceyrədən biri qamet olur, 3-ü isə yönəldici cisimciyə çevrilir. Deməli, bir dənə hüceyrə daxil olanda sonda 4 hüceyrə əmələ gəlir. Ondan, yəni biri iri olur, qalan 3 dənə hüceyrə kiçik olur və bu hüceyrə yönəldici cisimciklər adlanır. Yəni, bu hüceyrə 4 hüceyrədən biri qametə çevrilir. Və 64 cinsiyyət xromosomu yaranırsa, hər birində bir cinsiyyət xromosomu da bir hüceyrə daxil olanda 4 cinsiyyət xromosomu olursa, neçə hüceyrə daxil olub ki, 64 cinsiyyət xromosomuda, deməli, yumurtalığın yetişmə zonasına 16 hüceyrə daxil olub. Və deyir, bu cinsiyyət xromosomlarından neçəsinə qametlərdə rast gəlinir? Yəni, bir hüceyrə daxil olanda bir qametə çevirirsə, 16 hüceyrə də daxil olubsa, onda 16-sı qametə çevirəcək. Yəni, 64 dənə cinsiyyət xromosomlarından 16-sına qametlərdə rast gəlinəcək. 48-i isə elə bir yönəldici cisimciklərdə olacaq. 48 ilə 16-nı toplayanda 64 edir. Deməli, cavabımız olacaq 16 C-dəndir. Növbəti suala baxaq. Buranı silək. 12-ci sual deyir, meyoz prosesi zamanı 16 hüceyrədə sentromer sayı artmışdır. Yetişmə zonasına neçə hüceyrə daxil olmuşdur? Biz bilək ki, sentromer nə deməkdir? Məsələn, mən bura çəkirəm xromosom. Bu xromosomumuz 2 xromatidlidir. Yəni, bunların hər biri, bu çubuqların hər biri bir xromatiddir. Yəni, bu xromosom 2 xromatidli xromosomdur. Və bunları, bu xromatidləri bir-birinə birləşdirən bu mərkəzi hissə sentromer adlanır. Və sentromer sayının artması da bu bizdə baş verir mitozdan danışanda, mitozun anafaza mərhələsində. Çünki kütüklərə qız xromatidlər çəkilir və bunların da hər biri sərbəst xromosom hesab olunur. Meyoz bölünmənin birinci daha doğrusu anafazasında cüt homoloji xromosomlar kütüklərə çəkildiyinə görə, məsələn, bu xromosomların özləri kütüklərə çəkildiyinə görə sentromer sayı artmır. Amma meyozun ikinci anafazasında artıq mitozdakı kimi qız xromatidlər kütüklərə çəkildiyinə görə sentromer sayı artır. Yəni, hər bir xromosomun bir sentromeri olur. Biz sentromer sayını bilməklə xromosom sayını bilə bilərik. Məsələn, burada artıq xromatidlər kütüklərə çəkirsə, tək yəni bu qız xromatidlər kütüklərə çəkəcək və bunların da hər birinin bir mərkəzində bu sentromer hissəsi olacaq. Yəni, mən burada neçə sentromer görürəm? Bir dənə, yəni burada bir, burada da bir, 2 dənə. Onda 2 sentromer varsa 2 dənə xromosom var. Yəni, məsələn, mən belə çəkirəmsə, 3 dənə xromosom. Bu, bunların sentromer hissəsidir.
Yəni bir dənə sentromer sayıramsa, məsələn 1, 2, 3 sentromer sayıramsa, deməli 3 dənə xromosom var. Və yaxud da məsələn bunlar anafazaya salıramsa, kütüklərə çəkirsə, bunların hər biri qız xromatitlər kütüklərə çəkiləcəkdə artıq 1, 2, 3, 4, 5, 6. Bunların da hər birinin bu sentromer hissəsi var. Burada 6 dənə sentromer görəmsə, 6 dənə də xromosom deməkdir. İndi bizə deyir ki, meyoz prosesi zamanı 16 hüceyrədə sentromer sayı artmışdı. Biz də bilirik ki, meyoz 1-in sonunda 2 hüceyrə yaranır və bu yaranmış 2 hüceyrə meyoz 2-yə daxil olur. Və biz də dedik ki, anafaza 2-də, yəni 2 hüceyrədə sentromer sayı da artacaq. Yəni bir hüceyrə daxil olanda 2 hüceyrədə sentromer sayı artırsa, onda neçə hüceyrə daxil olub ki, 16 hüceyrədə sentromer sayı artmışdı? Cavabımız olacaq 8A bəndi. Növbəti sual. Gametogenezin sonunda 32 hüceyrə yaranarsa, hüceyrə mərkəzi sayı neçə dəfə artmışdı? Biz hüceyrə mərkəz dedikdə və yaxud da buna sentriol da deyirik və hüceyrə mərkəzinin sayının artması interfazada baş verir. Interfazada 3 mərhələdən ibarətdir: presintetik, sintetik və postsintetik mərhələdə. Hüceyrə mərkəzinin sayının artması sintetik mərhələdə baş verir və gametogenez zamanı deyirik, birinci, yəni yetişməz olsa bir hüceyrə daxil olanda birinci 2 hüceyrə yaranır. Daha sonra isə yəni meyoz 1-də, daha sonra meyoz 2-də isə sonda 4 hüceyrə yaranır. Və birinci bu hüceyrə, yəni interfaza keçirdiyinə görə bu bir hüceyrədə, yəni hüceyrə mərkəzi sentriol sayı artacaq. Bir də ki, meyoz 1 ilə meyoz 2 arasında qısa da olsa interfaza olduğuna görə bu 2 hüceyrədə də sentriol sayı artacaq. Deməli, ümumi götürəndə 3 dənə hüceyrədə sentriol sayı artacaq. Yəni, gametogenezin sonunda da deyir 32 hüceyrə yaranır. Yəni, demək istəyir ki, bu 3 dənə hüceyrədə sentriol sayı artanda gametogenezin sonunda neçə hüceyrə yaranır? 4 hüceyrə yaranır. İndi deyir ki, sonda 32 hüceyrə yaranıbsa, hüceyrə mərkəz sayını neçə dəfə artırıb? Onda 3-ü vuruq 32-yə bölürük 4-ə. Bunu da hesablayanda eləyəcək cavabımız 24 C bəndi.